Akta Hara Baxır layihəsi davam edir. Bu dəfə diqqət mərkəzimizdə dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində qida təhlükəsizliyinə nəzarət məsələsidir. Belə beynəlxalq tədbirlərdə qidalanmaya nəzarət təkcə xidmət məsələsi deyil. Bu, eyni zamanda ölkənin nüfuzu və təhlükəsiz mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs belə tədbirlərdə Akta hara baxır? Daha əvvəl ölkəmizdə keçirilən COP29, 3-cü MDB oyunları, Beynəlxalq Astronavtika Konqresi və digər kütləvi tədbirlər zamanı tətbiq olunan nəzarət mexanizmləri və risk əsaslı yanaşmalar bu forum çərçivəsində də istifadə olunur. Tədbirin yüksək səviyyədə təşkili və icrasının məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 120 əməkdaş cəlb olunub və onlar növbəli rejimdə fəaliyyət göstərirlər. Bütün tədbirlərin əsas məqsədi ölkəmizə gələn qonaqlara yüksək səviyyəli xidmət göstərmək və bütün tədbir iştirakçılarının qida təhlükəsizliyini təmin etməklə sağlamlığını qorumaqdır. Gördüyünüz kimi, əməkdaşlarımız tərəfindən istehlaka təqdim olunan qida məhsullarının temperatur rejiminə riayət olub-olmaması, bundan əlavə qida məhsullarının etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması tərəfimizdən yoxlanması həyata keçirilir. Çalışan işçilərinin xüsusi geyim vasitələrindən riayət edilməsi, sanitar gigiyenik qaydalara riayət olunub-olunması tərəfimizdən yoxlanılır. Eyni zamanda tibbi müayinədən keçmələri tərəfimizdən yoxlanılır. Hazır istehlaka təqdim olunan qida məhsullarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunur. Laboratoriyalarda tədbir zamanı istehlak olunan su və qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri operativ şəkildə yerindəcə müayinədən keçirilir. Səyyar qida laboratoriyası analizlərin aparılması üçün bütün zəruri cihaz və müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyaya təqdim edilən nümunələr qısa müddətdə analiz edilir və nəticələr operativ qaydada qiymətləndirilir. Nəticə olaraq qida təhlükəsizliyinə sistemli nəzarət tədbirin uğurlu icrasının ayrılmaz hissəsinə çevrilir və hər bir iştirakçı üçün etibarlı mühit formalaşdırır.